Neçə vaxtdan sonra sizlərlə bazar günü vloqumu paylaşıram. Plansız, təsadüfi alınan bir gün idi. İlk öncə olmazsa olmazımız səhər yeməyinə getdik. Su börəyimiz gəlməsə də səhər yeməyimiz yaxşı idi. Daha sonra isə buz meydançasına yollandıq. 2 il öncə gəlmişdim, ən sonda da bərk yıxılmışdım. Dəhşət sıra var idi, çox da adam var idi. Ən çox da uşaqlar. Həftə içi bir nəfər 20 manat, həftə sonu olduğu üçün bir nəfər 25 manata idi. Bazar günü saat 10-12 arası gəlsəz 20% endiriminiz olacaq, hətta tələbələrə də endirimlər var. İlk dəfəm olmadığı üçün həyecanım o qədər də yox idi, əmim qızının isə biraz həyecanı var idi. Bu qədər nəfərlə bir yerdə sürüşmək də başqa maraqlıdır. Amma uşaqlar, mən bu işi çox yaxşı bacara bilmirəm. Düşünürəm ki, uşaqlıqdan məşğul olsan daha da yaxşı olardı. Bu xanıma isə heyran qaldım. Nəysə, bir tərəfdən keçən dəfəkinə nisbətən daha yaxşı idi. Sonradan hər kəs çıxardılıb bir-bir qaralar təmizləndi. Belə daha sürüşkən oldu və hətta burada bizim balacanı da gördüm. Təsadüf o da gəlmişdi. Uzun sözün qısası çox əyləndik. Yorucu əyləncədən sonra əmim qızı ilə danışdıq ki, şirniyyat və çay yaxşı alınar. Onunla ikən keçirdiyim hər gün başqa gözəl olur.